Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Bugün sizə Çingiz Xanın əsl adı və hər iki adın mənası haqqında qısa məlumat verəcəm. Çingiz Xanın əsl adı Teymurçin olub. Bu adın verilmə tarixi haqqında əfsanə var ki, Çingiz Xan anadan olarkən əlində qanla doğulub, ona görə atası ona bu adı verib. Teymurçin adını. Teymurçin Monqol dilində dəmir, polad kimi möhkəm mənaları verirdi. Və digər bir rəvayət var ki, Çingiz xan doğulan gün atası düşmənə qalib gəlir. Düşmən adı isə Teymurçin olur. Və Monqollarda belə bir şey var idi ki, düşmən adını övladına vermək bizə biraz qəribə gəlir sözün açığı. Yəni burada da məna o idi ki, o düşmən kimi cəsarətli, güclü, qüvvətli olsun övladı. Ona görə Teymurçin adını veribdi. Və Çingiz xan adına gəlsək, Çingiz xan əslində Teymurçin adından çox, daha çox ləqəbidir. Sadəcə biz onu at kimi eşidib görmüşük deyənə, bu cürə qəbul eləmişik. Əslində bu ad deyil, bu bir ləqəbdir. 1206-cı ildə Çingiz xan Moğol tayfalarını birləşdirdi. Yəni bir qurultay keçirdi. Qurultaydan sonra birləşmiş Moğol tayfalarının ağsaqqalları, böyükləri ona Çingiz titulunu verdilər. Və bu Çingizin adında bir neçə mənası var. Çingiz xanın mənası böyük, qüdrətli hökmdar, dəniz kimi sonsuz, yəni onun böyüklüyünü izah etmək üçün belə söz deyirlər. Sarsılmaz lider və s. Həmçinin xan da hökmdar lider mənalarını verir. Yəni belə deyək, Teymurçin adı atası Yesugey tərəfindən Çingiz xana verilmiş ilk addır, uşaqlıq adıdır. Və Çingiz xan isə Moğol tayfalarının ağsaqqalları tərəfindən ona verilmiş bir ləqəbdir.